Dünya nemətlərinin alcadıcı parıltısı içində insanın ən böyük itkisi özünü unutmasıdır. Həqiqi bilik insanın kitablar arasında itməsi deyil, öz yaradılış qayəsini dərk edib uca hədəflərə yönəlməsidir. Aşağıdakı kəlamlar bizə ruhun azadlığı ilə nəfsin əsarəti arasındakı o incə xətti göstərir. Bilikli o kəsdir ki, öz qədrini bilir. İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər. Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah Taala onları öz başlarına buraxıb. Belə ki, doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər. Dünyanın əkin və zəmisinə dəvət edildikdə iş görür. Ahirətin əkin və zəmisinə çağırıldıqda isə tənbəllik edər. Sanki gördükləri onlar üçün vacibdir və təxirə saldıqları isə boyunlarından düşmüş kimidir.